Selamlar, her birinizi bir daha hoş gördük kanalımda. Bugün bayramdan sonra ilk dersimizi keçəcəyik. İlk önce salamlarımı göndərim. Yəni gec də olsa bayramınız hər birinizin bir daha mübarək, bir daha xeyirli, uğurlu gəlsin. Yeni ilimiz hər birinizə yeni ildə daha bol şanslı dərslər və gözəl həyat arzulayıram. Ailəniz və sevdiklərinizlə birlikdə təbii ki. Salamlarımı göndərirəm Turaynə Təhməzli. Buradan Biləsuvar rayonuna çoxlu salamımı göndərirəm. Biləsuvardan bizi izləyən izləyicilərimizə salamlarımı göndərirəm. Gülməmmədov Uğur, Mürsəlov Rüfət, salamlar olsun hər birinizə. Nurgün, nur işıq mənasında da gündür, günəşdən götürülüb, gözəl addır. Salamlar göndərirəm. Sədaqət qızımıza salamlar göndərirəm. Əgər Sədaqət həmin Sədaqətdirsə, daimi izləyicimizdir. Tez-tez adını görürəm. Mirzəzadə Yusif, Səidə, Ülkər, Gülay, gözəl qızlarımıza salamlarımızı göndərirəm. Ağayev Sənan, Həmzəyeva Nuray, Nəzirova Məryəm. Nuraylar çoxdur maşallah Azərbaycanda. Xahiş edirəm, yazanda Nuraylar soyadlarınızı qeyd edin ki, Nuray Nuraya qarışıbdır. Bilmirik ki, hansı Nuraydır. Burada baxıram, Nuraylar bəziləri soyadlandı, amma bəziləri sadəcə ad qeyd edirlər, ancaq hansı Nuraya salam göndərildiyini bilmirlər. Həmzəyeva Nuray, Nəzirova Məryəm, Məmmədova Safiyə, Kərimova Sevinç, Tunarə, Turanə yox, Tunarə, əgər düz qeyd etmişəmsə salamlar göndərirəm. İbişova Aylin, Kamil, Nuray, daha bir Nurayımıza salamlar göndərirəm. Məmmədzadə Vüsal, Məmmədova Aytac, Şahbazlı Nuray, bir daha başqa bir Nuray, yenə də salamlarımı göndərirəm. Bütün Nuraylara salamlarım olsun. Rəsul, Kənana xüsusi salamlar göndərirəm. Keçən dəfə Kənanın adını çəkməmişəm. İncəyib məndən buradan çoxlu salamlarımı göndərirəm Kənana. Bəxşəliyev Nurlan, Gülməmmədova Sona, Qaparlı Malik və Cəllilov Rüfət. Dəyərli izləyicilərim, hər birinizə səmimi qəlbdən belə içdən salamlarımı göndərirəm. Sizlərə fəxr edirəm. Kanalımın daimi izləyicilərinə xüsusi təşəkkürümü bildirirəm. Videolarımızı paylaşın. Həm sayımız artsın, həm bizim videolarımızdan yararlanan şagirdlər çoxalsın. Çünki bu videoları onsuz ki sizlər üçün çəkirəm. Sizlər olmasanız bu videoların heç birinin anlamı olmaz. Bax, buradan gözəl smayliklərimi də göstərirəm. Ürəklə başlayıram və ürəklə bitirirəm. Hər birinizə sevgilər, saygılar. Gəlin dərsimizə keçək. Yeni bölmə və yeni dərs qitələrin və okeanların relyefi mövzusu 3.2. Bu dərsdə nədən bəhs edəcəyik? Bu dərsdə qitələrdən, Avropa və Asiya qitələrindən, o cümlədən Azərbaycan hansı qitəyə aid olduğundan danışacağıq. Bax, bu xəritə gördünüz, bu xəritə indiki, yəni köhnə 11-lərin, 10-cu siniflərin kitabından götürülmüş bir xəritədir və çox sevinirəm ki, bu mövzu hələ də davam edir. Deməli, Avropa və Asiya Avrasiya qurusunun hissələridir. Biz bilirik ki, Avrasiya materiki iki qitədən ibarətdir. Asiya və Avropa qitələrindən ibarətdir. Bu anlayışları ilk dəfə qədim Yunanlar və ya Mesopotamiyalılar tərəfindən irəli sürüldüyü güman olunur. Onlar yaşadıkları ərazilərdən qərbdə və şimal-qərbdə yerləşən Avrasiya ərazisinin ərazilərini Finikiya dilində, yəni Fin dilində Erobu, sol, gün batan deməkdir. Şərqdə isə Asiya, Asu, gün çıxan deməkdir, mənasını verir. Yəni sağ, sol, Avropa tərəf sol, Asiya tərəf isə sağ, yəni gün çıxan mənasını verir. Həqiqətən şərq tərəf, Asiya tərəf gün çıxandır. Elə Yaponiya ölkəsi olaraq hər zaman deyilir. Bu Yaponiya gün çıxar ölkədir, gün çıxan ölkədir. Amma gün batan ölkədəki ABŞ tərəf, yəni qərbə tərəf getsək, sırf əgər Avropadan danışırıqsa, Avropa Asiyadan çox qərbdə və gün batar kimi hesab oluna bilər. Deməli, Avropa və Asiyanın müxtəlif vaxtlarda qəbul edilən sərhədlərdir bunlar. Ptolemey və Strabona görə narıncı xətlər, Ptolemey və Strabonun ayırdığı xətlərdir uşaqlar. 1964-cü ildə Londonda Beynəlxalq Coğrafi Konqresdə qəbul olmuş qərara görə bax, bu qırmızı xətlər Avropa ilə Asiyanı ayıran xətlərdir. Bu da 2015-ci ildə Rusiya, Azərbaycan və Qazaxıstan coğrafiyaçılarının Beynəlxalq Coğrafiya İttifaqına görə etdikləri, yəni deməli sərhəddir. Burada görünür ki, Azərbaycanın bir hissəsi Avropa, bir hissəsi Asiyadır. Gördüyünüz kimi burada Quba-Qusar tərəf, hətta Bakıda Binəqədiyə qədər deyilirdi. Bu ərazilər Avropadır. Buradan Binəqədilərə də salamlar olsun bu arada, orada yaşayanlara yəni.
Deməli, baxaq görək dərsimizdə nədən bəhs olunacaq. Yəni qısacası, nə Ptolemey Strabona görə, nə də Avropalılara görə Azərbaycan Avropa hesab olunmur. Beynəlxalq Coğrafi Konqresə görə Azərbaycan Avropaya hesab olunmur, amma Qazaxıstan, Rusiya, Azərbaycan coğrafiyaçılarının hesabladığı, verdiyi məlumatlara əsasən Azərbaycanın bir hissəsi Avropa, bir hissəsi isə Asiya kimi qəbul olunur. Avropa və Asiya köhnə dünya adlanır. Bəli, yeni dünya haraydı? Yeni dünya Amerika, Qərb yarımkürəsində Amerika qitəsi nəzərdə tutulurdu. Digər quru parçalarına fərqli olaraq Avropa və Asiya böyük məsafədə quru sərhədləri vardır. Qədim Avropalılar onların sərhədlərini şərti olaraq müxtəlif relief formalarına keçirirdilər. İlk dəfə belə bölgünü qədim Yunan alimi Strabon və Ptolemey aparmışdı. Asiyadan tədqiqatlar aparmışlar və öz kitablarında bu barədə yazmışlar Ptolemey və Strabon. Bu arada yəni Avropa ilə Asiyanın təbii sərhədlərini qeyd etmək istəyirəm. Mümkün olsa bunu fiziki xəritədə də göstərəcəm. Deməli, Avropa Ural dağlarından başlayaraq Avropanın, yəni Asiya ilə sərhədindən söhbət gedir təbii obyektlərdən. Ural dağlarıdır, Ural çayıdır, Xəzərin şimalıdır. Bu hissədə göstərim, Xəzərin şimalıdır. Buradan Ural dağları, Ural çayı, Xəzərin şimalı. Deməli, və yaxud da Xəzər sahili ovalıqda deyə bilərik. Kumamanus çökəkliyidir, Azov dənizidir, Kerç boğazıdır, Qara dənizdir. Bu tərəfdə Bosfor boğazıdır, Mərmərə, Dardanel, Egey və Aralıq dənizi. Bir daha qeyd edək, Ural dağları, Ural çayı, Xəzərin şimalı və yaxud da Xəzər yanı ovalıq. Kumamanus çökəkliyidir, Azov dənizidir, Kerç boğazıdır, Qara dənizdir, Bosfor boğazıdır, Mərmərə dənizidir, Dardanel boğazıdır, Egey və Aralıq dənizi. Bunlar hamısı düşməyib bura, ona görə göstərə bilmirəm, amma ən azından təbii obyektlərin adlarını nəzərinizdə saxlayın. Fəaliyyət hissəsində suallarımızı cavablandıracağıq. Azərbaycan Asiyada yerləşən bir şərq dövləti sayılır. Amma ölkəmiz iki qitənin qovuşduğu yerdə olduğu üçün onu Avropaya aid edənlər də az deyil. Ümumiyyətcə, Azərbaycan tarixə nəyə görə düşmənləri çox olub? Çünki çox uğurlu, əlverişli coğrafi mövqedə yerləşir. Ona görə də Azərbaycanın yerləşdiyi mövqeyə paxıllıq eləyən ölkələr, xalqlar çox olmuşdu. Baxın, buranı deyirdim, Ural dağları. Buradan Xəzərin şimalıdır, Ural çayı Xəzərin şimalıdır, Kumamanus çökəkliyidir, Azov dənizidir, buradan Kerç boğazıdır, Qara dənizdir, yəni Qara dənizlə Azov arasında Kerç boğazıdır. Daha sonra Qara dənizdir, Bosfor boğazıdır, bax bura Bosfor boğazıdır, Mərmərə, Dardanel və Egey dənizi, buradan da Aralıq dənizi vasitəsilə Avropa ilə Asiya bir-birindən ayrılır. Bu da təbii sərhəddir. 1964-cü ildə Londonda Beynəlxalq Coğrafi Konqresdə qəbul olunmuş sərhədlərdir. Və bu sərhədə əsasında gördüyünüz kimi Azərbaycana Asiya qeyd edirlər, Avropa qitəsi kimi xeyr. Deməli, Azərbaycan Asiyada yerləşən bir şərq ölkəsidir. Ölkəmiz iki qitənin qovuşduğu yerdə olduğu üçün Avropaya aid edilənlər də az deyil. Bu səbəbdən Azərbaycanda həm şərq, həm qərb mədəniyyətinin elementləri qovuşur. Ölkəmiz hər iki qitənin ölkələri ilə sıx əməkdaşlıq edir. Azərbaycan Avropa və Asiya miqyasında daha doğrusu keçirilən siyasi, iqtisadi və mədəni tədbirlərdə ev sahibliyi edir. Bunu hər birimiz görürük. Hər gün görürük ki, Azərbaycan nə qədər inkişaf eləyir. Ölkəmiz Avropaya da, Asiyaya da inteqrasiya eləyir. Biz ancaq Avropanı tuta bilmərik. Biz bir Asiya ölkəsiyik. Asiya qədim mədəniyyətə sahib bir ölkədir. Ümumiyyətcə qədim insanlar ən çox elə Asiyada, türklər Asiyadan formalaşıb, Asiyada yaşayıb, oradan başlayıb dünyaya inteqrasiya eləyibdir. Biz Avropaya oxşamalıyıq ki, inkişaf eləyək. İnkişaf baxımından, təhsil baxımından Avropaya oxşamağımız yaxşıdır. Ancaq biz mədəniyyətimiz baxımından, tarix baxımından, coğrafi mövqe baxımından Asiya ölkəsi də hesab edilməliyik. Daha sonra burada gördüyünüz kimi həm Qız qalası, qədim mədəniyyət, qədim tarixi abidəmiz, soldakı isə Heydər Əliyev mərkəzdə. Bu da onu göstərir ki, Azərbaycanda həm Avropaya aid, həm Asiyaya aid abidələr, tikililər mövcuddur, mədəniyyətlər mövcuddur. Gəlin tapşırığımıza keçək. Deməli, qitələr və okeanların relyefi mövzusundan Ptolemeyin və Beynəlxalq Coğrafi Konqresinin müəyyən etdiyi Avropa və Asiya sərhədləri necə fərqlənir? Avropanın cənub sərhədi Ptolemeyin müəyyən etdiyi sərhədə görə Azov dənizinin cənubu ilə Xəzər dənizinin şimalı arasında olan ərazilərdə, amma Beynəlxalq Coğrafi Konqresdə isə bu Azov dənizinin şimalı ilə Xəzər arasında olan ərazidən keçir. Çalışın öz sözlərinizlə yazın, dərsin mənasını başa düşün. Bunu mən hər vaxt deyirəm, hər dəfə deyirəm ki, şablon formada bunları yazmayın. Dərsi izah eləyəndə də izahını verirəm.
Tapşırıqları yazarkən də izahını verirəm ki, mənasını başa düşərək dərsin anlamını dərk eləyərək yazasınız. Boş-boşuna bu dərsi yazmağın sizə heç bir xeyri yoxdur. Müəllimi aldatmağın xeyri yoxdur. Müəllimi aldatmırsınız, əslində özünüzü aldadırsınız. Ona görə də çalışın, dərsimizi başa düşün. Bu sizə summativlərdə də köməklik göstərəcək. Summativləri paylaşmağımı istəyən izləyicilərimə də bildirmək istəyirəm ki, summativləri müəllim özü paylaşır, özü tərtib eləyir. Ona görə də mən hansı müəllimin hansı şəkildə tərtib edəcəyini bilmirəm. Hər hansı bir summativ tapıb paylaşa bilərəm. Öz yetimcələrim yoxdur mənim. Paylaşsam belə, yəni onun sizə xeyri olmayacaq. Həmin sualların mütləq düşəcəyinə qarantiya verə bilmərəm. Amma siz dərslərimizi öyrənsəniz, dərslərimizi mənimsəsəniz, heç bir sual, heç bir çətinlik yarada bilməyəcək. Çünki onsuz ki, müəlliminiz də sualların tərtibini kitabınızdan, dərsliyinizdən verəcək. Təbii ki, başqa bir kitabdan verə bilməz. Dərsliyinizdə, kitabınızda hansı cümlələr var, hansı mətnlər var, hansı mövzular var, sırf onlardan düşür onsuz ki. Deməli, Avropanın cənub sərhədi Ptolemeyə görə deməli necə oldu? Azov dənizinin cənubu ilə Xəzərin şimalı arasında, amma Beynəlxalq Coğrafi Konqresə əsasən Azov dənizinin şimalı ilə Xəzər dənizinə qədər. Deməli, Beynəlxalq Coğrafi Konqresə görə sərhədin şərq hissəsi Ptolemey müəyyən etdiyi sərhəddən fərqli olaraq xəritədə də bayaq gördük, Ural dağlarının təxminən mərkəzindən keçir. Ptolemeydə isə Ural dağları tamamilə Asiya kimi götürülmüşdür. Amma Ural dağları indi hal-hazırda qəbul olunan sərhədə görə Ural dağları Avropa ilə Asiya arasında sərhəd rolunu oynayır. Bir tərəfi yəni Avropa, bir tərəfi Asiya. Urala qədər Avropada, Uraldan sağda artıq Asiya qitəsi qəbul olunmuşdur. Ptolemey və Beynəlxalq Coğrafi Konqresin müəyyən etdiyi sərhədə görə Azərbaycan hansı qitədədir? Hər iki sərhədə görə Azərbaycan tamamilə Asiyada yerləşir. Bayaq da dedim bunu, amma Qazaxıstan, Azərbaycan və Rusiya coğrafiyaçılarının hesabladığı sərhədə əsasən Azərbaycanın bir hissəsi Avropa, bir hissəsi Asiyadır. Bayaq dediyimiz sözlərdir. Verilən sərhədlərə görə hansı ölkələrin ərazisi həm Avropa, həm Asiya? Bayaq dedim. Rusiya, Qazaxıstan. Deməli, həmin sual deyil, üzr istəyirəm. Verilən sərhədlərə görə hansı ölkələrin ərazisi həm Avropa, həm Asiyadır? Belə, yəni verilən sərhəd xətlərinə görə, yəni coğrafiyada da bu qəbul olunub, suallar da belə bu şəkildə düşür. Avropaya, Asiyaya daxil olan həm Qazaxıstanın, Rusiyanın bir hissəsi, həm də Türkiyənin Firakiya adlanan bir hissəsi İstanbul tərəf düşür Avropaya. Cəmi 3%, Türkiyənin 3% düşür Avropaya. Yəni həm Avropa, həm Asiya kimi qəbul olunan ölkələr Rusiya, Türkmənistan, Türkiyə və Qazaxıstandır. Sonra dünyanın fiziki xəritəsinə və bir şəklinə əsasən Beynəlxalq Coğrafi Konqresdə qəbul edilmiş sərhədlər əsasən Avropa və Asiyanı ayıran dağlar, düzənliklər, yəni təbii obyektlər, bayaq saydığımız, sadaladığımız təbii obyektlərdən söhbət gedir. Bu sərhəd şimaldan cənuba doğru davam eləyir. Bu şəkildə davam eləyəcək. Deməli, Ural dağları, Ural çayı, Xəzər dənizinin şimalı və yaxud Xəzər yanı ovalıq, Kumamanın çökəkliyi, Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardaniyel boğazı, Egey dənizi və Aralıq dənizi. Əslində bunlar çox uzun görünsə də bizim tam məktəb vaxtından söhbət gedir. O dövrdən belə bizə bunu əzbərlədiblər. Gözü yumulu bütün uşaqlarımız bilirdi bu dərsi ki, Avropa ilə Asiyanı ayıran təbii sərhəd hansılardır. Hətta o vaxt qəbula da düşürdü tez-tez. Deməli, C və D obyektlərinə, daha doğrusu C və D şəkillərinin obyektlərin Azərbaycanın mövqeyi ilə hansı əlaqəsi var? Bayaq da danışdıq şəkillərə baxaraq. Bir hissəsində Heydər Əliyev mərkəzi, bir hissəsində B şəklində isə, daha doğrusu C şəkli Heydər Əliyev mərkəzi, D şəkli Qız Qalası idi, səhv eləmirəmsə, əgər hərfləri düz deyirəmsə, bəli, elə olmalıdır. C şəklindəki təsvir edilən Heydər Əliyev, bəli, müasir qərb üslubunda tikilmişdir. D şəklində təsvir edilən Qız Qalası isə şərq üslubunda tikilmişdir. Bu da onu göstərir ki, Azərbaycan həm Avropa, həm Asiya mədəniyyətinə malik ölkədir. Yəni Azərbaycan həm Avropa, həm Asiya kimi hər iki qitəyə özünü inteqrasiya eləyir, inkişaf baxımından. Bax, növbəti sualımız elə bax budur. Sizcə Azərbaycan hansı xüsusiyyətlərə görə Avropa, hansı xüsusiyyətlərə görə Asiya ölkəsi kimi hesab edilir? Azərbaycan iqtisadi, siyasi, mədəni, təhsil, yəni inkişaf baxımından Avropa qitəsinə. Amma qədim tarixinə, coğrafi mövqeyinə görə Azərbaycan Asiya qitəsi kimi, Asiya ölkəsi kimi hesab edilir. Siz özünüz Avropalı yoxsa Asiyalı kimi hesab edirsiniz özünüzü? Və nə üçün? Mən hər ikisinə aid hesab edirəm. Çünki coğrafi mövqe baxımından, yuxarıda da qeyd etdiyimiz kimi, coğrafi mövqe baxımından Asiya ölkəsi kimi olsaq da, mədəniyyət inkişaf baxımından Avropa ölkəsi kimi hesab edirəm. Burada da şəxsən qeyd etmişik.
Bu da dərsimizin sonu. Hər birinizə uğurlar. Həm Avropalı, həm Asiyalı kimi hər birinizə dərslərinizdə uğurlar arzulayıram bir müəllim olaraq. Nəyi bilməsəniz, hansı suallarda çətinlik çəksəniz, şərhlər bölməsində paylaşarsınız və adlarınızı qeyd etməyi unutmayın. Hətta bir neçə videonun altında da qeyd etsəniz adlarınızı olar. Çünki bəzən gözdən yayına bilir. Həddindən artıq çox şərhlər olur. Mən hamısını ola bilər ki, oxumaya bilim və getdikcə yəni arxivə gedir də, mən onu oxuya bilmirəm, amma çalışıram ki, bütün izləyicilərimə buradan yəni mütləq şərhlərinə cavab verim. Salam verənə salam verim, sual verənin cavabını verim. Vaxt tapdıqca bunları edirəm. İnanıram ki, hər biriniz məni düzgün anlayırsınız. Hər birinizə uğurlar arzulayıram. Sağ olun.